Salam uşaqlar, bugün testlərə davam və videoların davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. 70-ci testimizdə, axırıncı testi bu kitabın uşaqlar 2-ci sinifin testinə keçəcəyik. Bunu da işləyək, bitirək. Так, deməli birinci sual belədir. Найди слово, в котором букв больше, чем звуков. Deyir ki, hansı sözdə hərf çoxdur səsə baxanda. Mальчик sözündə baxırsınız ki, hərf çoxdur, səs azdır. Deməli, A variantıdır. Сколько гласных букв в русском языке? Гласных bukv. Nə qədər deyir ki, sayt bizim hərflərimiz var. Əlbəttə ki, 10. Так, дальше. В каком слове количество гласных и согласных одинаково? Deyir ki, hansı sözdə həmi sayt, həmi samit eynidir. Рука sözündə 2 dənə sayt var, 2 dənə də samit var. На какой вопрос отвечает слово человек? İnsan hansı suala cavab verir? Əlbəttə ki, кто. В какой строке написано только гласное? Ancaq saytlar yazılan variant seçilir. Əlbəttə ki, V. Найди слово, где допущена ошибка. Deyir ki, səhv yazılan bir söz var burada. Əlbəttə ki, удача. A olur burada. Удача, ya değil. Какое слово нельзя переносить с одной строчки на другую? Deməli, sətirdən sətrə hansı sözü siz köçürdə bilməz. Əlbəttə ki, гвоздь sözü burada. Bir dənə saytımız var. Düzdürmü? Дальше. Напиши транскрипцию слова ящик. Ящик, bilirsiniz ki, ya hərfi 2 səs verir. Düzdürmü? İ kratkaya və A. Tak, ya. Sonra ş özü incə olduğuna görə i də yanında və k. Ящик. Сколько bukv в алфавите? Rus alifbasında 33 hərfimiz var. Və запиши слова буквами. Burada jil, burada transkripsiyası, oxu, tələfüzüdür. Necə yazılır? Jil, i. I, toçka. Jil, toçka. Bax, bu şəkildə deməli biz yazaraq. Belə uşaqlar, sağ olun, görüşərik.